Salam əziz dostlar, ücbün praktiki yolla müalicəsi davam eləyir. Yəni insan özünü bəyənməyi necə müalicə eləməlidir? Onlardan biri də budur. İnsan öz ibadətlərini gizlətsin. Yəni nə? Müalicə dövründə, yəni hansı ki o prosesdə ki biz müalicə eləmək istəyirik, ücbümüzü təmizləyək. Müalicə dövründə insan imkan daxilində müstəhəb namazları, müstəhəb ibadətlərini, sonra xeyriyyə işlərini tamamilə gizli etməlidir ki, nəfsi bundan qidalanıb lovğalana bilməsin, özünü bəyənə bilməsin. Tamamilə gizlətsin, insanlardan uzaq, insanlar bilməsinlər bunun elədiklərini ki, onda insanlar axı onu biləndə tərifləyirlər onu. Bunda biraz qol qanatları şişir belə, qoltuqlarına qarpız gəlir. O qoltuqlarına qarpız gəlməsin deyə, belə deyək, həmin əməlləri çox gizlin eləməlidir ki, digərlərinin təriflərini də eşitməsin və həmin təriflərə görə nəfsi də qabarmasın və özünü bəyənməyə cəhd eləməsin. Bu yaxşı yollardan biridir, müalicə yollarından biridir. İnşallah növbəti videomuzda Allahın izni ilə başqa bir müalicə yolundayız. İnşallah sizə təqdim eləyəcəyik. Sağ olun.